Həzrəti Adəmə Allah Taala ilk insanı yaradanda hədisdə belə buyurulur ki, Həzrət vəhiy mələyi nazil oldu. Dedi ki, Allahın sənə 3 təklifi var. 3 şey ki, təklif edir sənə, amma onlardan birini götürməlisən. Nədir onlar? 1 ağıl, 2 din, 3 həya. Bu 3 dənədən birini götürməlisən. İxtiyar sahibisən, hansını istəyirsən, seç götür. Həzrət Adəm cavab verdi ki, həmən ağlı götürürəm. Ağlı götürürəm, onda deyir Həzrəti Cəbrail, mələk əmr elədi həyanla dinə ki, siz onda qaydın gedin. Onlar da ki, biz qayda bilmərik. Dedilər, soruşdu, nəyə görə? Dedi, çünki ağıl hardadırsa, biz də ona inanıq, biz ona bağlıyıq, yəni gedə bilmərik. Burada sual var ki, Həzrəti Adəmə Allah Taala ağlı sonra təklif elədi ki, seç götür. Həzrəti Adəm də neynən düşündü? Əgər ağlı sonradan götürmüşdüsə, neynə düşündü? Neynə düşündü məsələsi budur. Allah Quranda buyurur ki, bir xilqət var, bir də fitrət var. Xilqət də yaratmaq deməkdir, yaradılış deməkdir. Fitrət də yaradılış deməkdir. Xilqət insanın zahiri görkəmi. Yəni Allah Taala belə yaratdı. Bu insanın xilqətidir. Fitrət budur ki, yəni insanı Allah Taala hər bir şeyi ilə bütöv olaraq, ağıl da içərisində, şuur da içərisində, duyğular da, hisslər də içərisində, ruhu da içərisində, qəlbi də içərisində. Yəni hər bir şey ki, insanın belə deyə lazımdır, nə ki lazımdır insan içərisində olsun, onunla bir yerdə yaratdı.